Salamlayıram. Bugün hazırladığımız təhlil olduqca mürəkkəb və çoxqatlı bir mövzuya həsr olunub. İranı 10 gün ərzində silkələyən etirazlar. Bəli, həqiqətən də mürəkkəb bir məsələdir. Əlimizdəki mənbələr birbaşa hadisə yerindən məlumat verən Xəbər Media Az və Astürk News'un təhlilləridir. Bizim missiyamız isə, belə deyək də, sadəcə xəbər başlıqlarını təkrarlamaq deyil. Qətiyyən. Biz başa düşmək istəyirik ki, bu alovun içində həqiqətən nə baş verir? Hər şey necə başladı? Küçələrdəki insanlar əslində nə istəyir? Və bəlkə də ən vacibi, bu hekayə bizə gəlib çatana qədər hansı filtrlərdən keçir? Məhz bu sonuncu sual çox önəmlidir. Çünki bu təhlilin əsas məqsədi də odur. Biz hadisələrin sadəcə görünən tərəfinə deyil, onun alt qatlarına, dərinliklərinə enməyə çalışacağıq. Yəni detallara? Bəli, çünki əsl hekayə çox vaxt detallarda, fərqli bölgələrdəki fərqli reaksiyalarda və xüsusilə də beynəlxalq medianın bu hekayəni necə təqdim etməsində gizlənir. Bu sadəcə bir etiraz deyil, həm də bir narrativ savaşıdır. Elə isə gəl lap başlanğıcıdan başlayaq. Mənbələrdə göstərilir ki, hər şey Tehranda dükan sahiblərinin iqtisadi tələbləri ilə başlayıb. Bu ilk baxışdan çox tanış bir mənzərədir. Elədir, qiymət artımı, inflyasiya. Bəli, iqtisadi çətinliklər. Amma məni heyrətləndirən odur ki, bu iqtisadi narazılıq necə bu qədər sürətlə siyasi bir qəzəbə çevrildi. Sanki bir gecədə şüarlar çörəkdən azadlığa keçdi. Bu həqiqətən də çox vacib bir məqamdır. İqtisadi çətinliklər sadəcə o son qığılcımı idi. Yəni, təsəvvür et ki, illərdir yığılıb qalmış quru barıt çəlləyinin üzərinə düşən bir qığılcım. Aydındır. Mənbələrə görə etirazlar Tehrandan Məşhəd, İsfahan, hətta İlam kimi daha kiçik şəhərlərə yayılanda artıq söhbət bahalaşmadan getmirdi. Küçələrdə səslənən şüarlar birbaşa hakimiyyət sistemini, Rejimin özünü hədəf alırdı. bəli, birbaşa sistemi və onun rəhbəri Əli Xameneyni hədəf alırdı. Bu o deməkdir ki, iqtisadiyyat sadəcə bəhanə idi, əsl problem daha dərinlərdə idi, sistemin özündə. Onlarla insanın ölümü, yüzlərlə yaralı və həbslər isə bu qəzəbi daha da alovlandırdı. Bax, mənbələrin ən çox diqqət çəkdiyi və mənim üçün də ən maraqlı olan hissəyə gəldik. Bu etirazlar bütün ölkəni eyni şəkildə bürüməyib. Məqalələrdə türk və ərəb əhalinin çoxluq təşkil etdiyi bölgələrdəki mənalı susqunluqdan bəhs edilir. Çox dəqiq bir ifadədir. Mənalı susqunluq. Bəli, bu çox qəribə bir ifadədir. Bu nə deməkdir? Yəni, onlar mövcud rejimdən razıdırlar, etirazlara qarşıdırlar. İlk ağla gələn budur axı. Amma mənbələr brutal əksini deyir. Və bax, bu məsələnin ən mürəkkəb tərəfidir. Bu susqunluq rejimə dəstək və ya etirazçılara qarşı olmaq demək deyil, qətiyyən. Bəs nədir? Bu dərin bir tarixi təcrübədən və güvənsizlikdən qaynaqlanır. Gəl bir anlıq özünü həmin bölgələrdə yaşayan bir gənc kimi təsəvvür et. Sən tarix boyu mərkəzi Tehranda olan istər şah, istərsə də indiki rejim tərəfindən dilinin, mədəniyyətinin, kimliyinin ikinci plana atıldığını görmüsən. Düzdür. Sonra mərkəzçi müxalifət ortaya çıxır. Amma onların da şüarları sənin üçün yad səslənir. Onlar da Vahid İran deyərkən əslində Fars mərkəzli bir dövlət nəzərdə tuturlar. Sənin ana dilində təhsil tələbin, regional muxtariyyət istəyin onların gündəmində yoxdur. Yəni bu bir növ biz bu filmi daha əvvəl görmüşük reaksiyasıdır. Tam olaraq. Onlar düşünürlər ki, bu etirazlar qalib gəlsə belə bizim üçün nə dəyişəcək? Bir mərkəzçi hakimiyyət gedib yerinə başqası gələcək. Amma bizim problemlərimiz yenə də həll olunmayacaq. Bəli, bu çox ciddi bir dilemma qarşısında qalmaq deməkdir. Nə mövcud rejimə güvənirsən, nə də onun əleyhinə çıxan, amma səni təmsil etmədiyini düşündüyün müxalifətə. Bir etimad böhranı. Tamamilə. Bu bir etimad böhranıdır. Mənbələr vurğulayır ki, bu toplumlar öz tələblərinin keçmişdə dəfələrlə mərkəzçi müxalifət tərəfindən təhrif edildiyini, görməzdən gəlindiyini görüblər. Odur ki, bu dəfə küçəyə çıxmaqda tərəddüd edirlər. Yəni bir növ kənardan izləyirlər. Hə, kənardan izləyib bu hərəkatın həqiqətən də bütün İran xalqlarını təmsil edib etməyəcəyini görmək istəyirlər. Yəni bu susqunluq laqeydlik deyil, ehtiyatlılıq və dərin bir siyasi hesablamanın nəticəsidir. Bu çox dərin bir analizdir.
Bu daxili parçalanma və güvənsizlik fonunda hakimiyyətin reaksiyası da yəqincə daha sərt olub. Xüsusilə də etirazların aktiv olduğu bölgələrdə. Mənbələrdə İlam şəhərində baş verənlərə xüsusi yer ayrılıb. Orada vəziyyət necə idi? İlamda baş verənlər, deməli rejimin etirazlara necə cavab verdiyinin ən bariz nümunəsidir. Mənbələr yazır ki, İlamın Məlikşahə bölgəsində təhlükəsizlik qüvvələri və inqilab keşikçiləri heç bir xəbərdarlıq etmədən birbaşa zorakılığa əl atıb. Yəni rezin güllə, göz yaşardıcı qaz falan yox? Yox. Söhbət onlardan getmir. Birbaşa olaraq etirazçılara döyüş güllələri ilə atəş açılıb. Nəticədə bir neçə nəfərin öldürüldüyü və onlarla insanın yaralandığı bildirilir. Bu, rejimin heç bir güzəştə getməyəcəyini göstərən qanlı bir mesaj idi. Tam birliyin olmaması, tarixi güvənsizlik. Amma bu hadisələr bir vakumda baş vermirdi. Bütün dünya izləyirdi. Əlbəttə. Bu da bizi məsələnin beynəlxalq tərəfinə və media müstəvisinə gətirib çıxarır. Bu nöqtədə ABŞ prezidenti Donald Trump'ın bəyanatları diqqət çəkir. O, etirazçılara açıq dəstək vəd etmişdi, elə deyilmi? Bəli, vəd etmişdi. Amma mənbələrin təhlili göstərir ki, bu vədlər daha çox Twitter'də yazılan sözlərdən ibarət idi. Yəni real addım yox idi. Heç bir konkret, real, çəkindirici addım yox idi. Trump qanlı başqılar davam edərsə, yardım ediləcəyi kimi ifadələr işlətsə də, ortada heç nə yox idi. Bu əslində çox təhlükəli bir oyundu. Necə yəni? Sən bir tərəfdən etirazçıları ruhlandırırsan, amma digər tərəfdən onlara heç bir real dəstək vermirsən. Nəticədə nə olur? Rejim bu bəyanatları əsas götürərək etirazçıları xarici qüvvələrin agenti adlandırır və öz repressiyalarına haqq qazandırır. Aydındır. Eyni zamanda da xalqda bir inamsızlıq yaranır. Bəli, xarici müdaxilələrə qarşı həssas olan cəmiyyətin bir hissəsi də bu bəyanatlardan sonra etirazlara şübhə ilə yanaşmağa başlayır. Deməli, Trump'ın bəyanatları kömək etməkdən çox bəlkə də zərər verdi. Amma məsələ təkcə siyasi bəyanatlarla bitmir. Məncə, mənbələrin üzərində ən çox dayandığı məqam medianın roludur. Xüsusilə xaricdə fəaliyyət göstərən İran International, Manoto kimi media qurumlarının adı çəkilir. Onlar bu etirazları necə işıqlandırırdılar? Bax, bu təhlilin ən kritik nöqtələrindən biridir. Mənbələr onları pan-İranist media kimi təsvir edir. Gəl bu termini biraz açaq. Bəli, zəhmət olmasa. Deməli, pan-İranist dedikdə, mənbələr əsasən İranın çox millətli, çox mədəniyyətli reallığını qəbul etməyən, ölkəni yüksək dərəcədə mərkəzləşmiş və mədəni olaraq Fars dominantlığında olan bir quruluş kimi görən ideologiyanı nəzərdə tutur. Yəni, digər etnik kimlikləri arxa plana atır. Tamamilə türklərin, ərəblərin, kürdlərin, bəlucların fərqli kimliklərini və tələblərini arxa plana atır. Bu media qurumları da məhz bu ideoloji çərçivədən çıxış edərək etirazları işıqlandırırdılar. Onların yaratdığı hekayə isə çox təəccüblü idi. Nə idi o hekayə? Küçələrdəki reallıqdan fərqli bir şey mütəqdim edirdilər. Tamamilə fərqli. Onlar bu geniş miqyaslı xalq hərəkatını sanki devrilmiş Pəhləvi səltənətini geri qaytarmaq üçün bir hərəkat kimi göstərməyə çalışırdılar. Doğrudanmı? Bəli. Efirlərə daha çox monarxiya tərəfdarları çıxarılır. Keçmiş şahın oğlu Rıza Pəhləvinin fotoları daha çox nümayiş etdirilir. Şüarların içindən məhz səltənətlə bağlı olanlar seçilib önə çəkilirdi. Yəni bir növ səltənətçi dirsəliş görüntüsü yaradırdılar. Məqsəd nə idi bəs? Məqsəd beynəlxalq ictimaiyyətə və xüsusilə qərb siyasətçilərinə baxın, bu hərəkatın tanınan bir lideri var, alternativ budur mesajını vermək idi. Bu inanılmazdı. Yəni küçələrdə insanlar iqtisadi ədalət, siyasi azadlıq, korrupsiyaya son deyə qışqırarkən, onların səsi bir media filtri vasitəsilə tamamilə başqa bir hekayəyə çevrilir. Monarxiyanın bərpası. Dəhşətlidir, elə deyilmi? Bəs reallıq həqiqətən buydu? Mənbələr küçələrdəki əhval-ruhiyyə haqqında nə deyir? Mənbələr bunun tamamilə bir təhrif olduğunu göstərir. Ən bariz misal İlamdır. İlamda rejim tərəfindən öldürülən gənclərin dəfn mərasimlərində səsləndirilən şüarlara baxaq. Nə deyirdilər? Orada insanlar yaşasın şah demirdi, onlar Xameneyeyə ölüm deyə qışqırırdılar. Tələblər səltənətin geri qayıtmasından qat-qat daha fundamental və geniş idi. Bütün sistemi dəyişmək, siyasi azadlıq və ölkəni bürüyən rüşvətxorluğu aradan qaldırmaq.
Yəni bu media təhrifi sadəcə xalqın gerçək tələbləri ilə ziddiyyət təşkil etmirdi, həm də onlara hörmətsizlikdir. Tamamilə. Bütün bunların nəticəsi nə olur? Yəni bu media təhrifi, bu narrativ savaşı etirazların özünə necə təsir edir? Təhlilçilər bu vəziyyətdə hansı təhlükələri görürlər? Təhlilçilərin ən böyük qorxusu budur ki, bu vəziyyət etirazların öz içində parçalanma riski yaradır və hərəkatı zəiflədir. Düşün, bir tərəfdə küçədə dayanan, konkret iqtisadi və siyasi tələbləri olan, canını riskə atan sıravi vətəndaşlar var. Digər tərəfdə isə onların mübarizəsini öz siyasi gündəmlərinə uyğunlaşdırmağa çalışan, hərəkatı olduğundan daha dayaz və yönləndirilmiş göstərməyə çalışan xarici media anlatısı. Bu anlatı xaricdən maliyyə toplamağa kömək edə bilər. Amma hərəkatın daxili legitimliyini sarsıdır. Düzdür. Həm legitimliyini, həm də birliyini sarsıdır. Deməli belə çıxır ki, İrandakı etirazçılar əslində eyni anda iki fərqli cəbhədə mübarizə aparmaq məcburiyyətindədirlər. Elədir. Birincisi daxildə onlara atəş açan repressiv rejimə qarşı, ikincisi isə xaricdə onların hekayəsini oğurlamağa və təhrif etməyə çalışan narrativlərə qarşı. Bu onsuz da çətin olan bir mübarizəni iki qat çətinləşdirir. Tamamilə doğru. Və bu, məsələni 21-ci əsrin siyasi mübarizələrinin əsas dillemmalarından birinə çevirir. Artıq təkcə daxili siyasət deyil, beynəlxalq media məkanı, sosial şəbəkələr, xaricdəki diaspora qruplarının yaratdığı anlatılar da çox təsirli rol oynayır. Yəni, insanlar artıq öz hekayələrinin də mübarizəsini aparırlar. Bəli, bu dəfə İrandakı insanlar öz hərəkətlərinin təhrif olunmadan, olduğu kimi bütün çılpaqlığı və mürəkkəbliyi ilə anlaşılmasını hər zamankindən daha çox istəyirlər. Onlar öz hekayələrinin sahibi olmaq istəyirlər. Beləliklə, bugün səninlə apardığımız bu təhlil bizə göstərdi ki, İran etirazları sadəcə televiziya ekranlarında gördüyümüz alovlu görüntülərdən və ya iqtisadi narazılıqdan ibarət deyil. Çox daha dərindir. Bu, çox daha dərin bir mübarizədir. Bu, həm də kimlik, təmsilçilik və ən əsası öz hekayənə sahib çıxmaq uğrunda gedən bir savaşdır. İnsanlar eyni anda həm onlara zülm edən rejimə, həm də onların adından danışmağa cəhd edən, amma əslində onların səsini boğan xarici qüvvələrə qarşı çıxırlar. Və bu problem təəssüf ki, təkcə İrana məxsus deyil, bu, müasir dünyada baş verən bir çox xalq hərəkatının üzləşdiyi ortaq bir problemdir. İnformasiya savaşları artıq fiziki mübarizə qədər vacib bir cəbhəyə çevrilib. Bəli. Və bütün bunlar da səni son bir düşüncə ilə baş-başa qoyur. İnformasiyanın saniyələr içində bütün dünyaya yayıldığı, amma eyni sürətlə təhrif edilə bildiyi bir dövrdə bir xalq hərəkatı öz hekayəsini, öz həqiqətini necə qoruya bilər? Çox vacib bir sualdır. Xarici media və fərqli siyasi maraqları olan güclər sənin mübarizəni sənin əvəzinə tərif etməyə çalışdıqda, küçələrdən gələn o çılpaq, filtrlənməmiş səsin bütün bu səs-küyün içində eşidilməsini necə təmin etmək olar? Ağa Xamenei, rəhbər, niyə bu mərduma zulm eləyirsən? Niyə xalqın haqqının üstə öldürürsən? Öldürmə, törə ver, xərc ver, bahalığın qabağın tut, zalim olma. Sən ki zalim oldun, niyə mərdumun nənələrin ağlar qoysan? Bəsisləri bu, aralıq bəsislərin boşlayırsan, mərdumu qırdırırsan. Nə insafına? Salırsan zindana, əhliyalı qalır az, bə nədir rəhbərsən, nədir rəhm elədir, nədir mərduma zulm eləyirsən? Onların nənəsi ağlamır, İsraildən bəd oldu. İsrail bir dənə atırdı, gene biri ikisi ölürdü. Sən elə bir yeşərə qırdırırsan, namərd. Bebilət adam namərd olar, neçə boyun qırdırırsan mərdumun əhliyalı. Ya insaf elə də bir utan da. Əhliyalın qəşək kefin çəkir, mərdumun qız gəlini avara darada işləyir, bitki əhliyalına törə çıxadı.